gün keçirik fiqurların oxşarlığı bölməsinə. Fiqurların oxşarlığı bölməsindən nisbət, tənasıb, miqyas. Bu hissəyə keçək birinci. Məsələn, tənasibin xassələrindən biz bilirdik ki, tənasibin kənar hədlərinin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni, A bölünsün B bərabərdir C bölünsün D. Burada AD bərabərdir BC-yə. Yəni, burada kənar hədd D ilə A ilə C-dir, yəni A ilə C kənardır, B ilə D də orta hədlərdir. Buna əsasən orta hədlər və kənar hədlər. Məsələn, deyirik ki, tutaq ki, A bölünsün B bərabərdir C bölünsün D. Burada A bölünsün C bərabərdir B bölünsün D kimi də yaza bilərik. Nəyə görə? Çünki onsuz da çarpaz vuranda AD bərabərdir BC olacaq. Aydındır mı? İndi gəlin misal üzərindən nümunə götürək. Məsələn, deyirəm ki, C bölünsün 8 bərabərdir D bölünsün 12. Burada o deməkdir ki, 12C bərabərdir 8D. Gəlin bunu başqa cür həll edək, başqa cür. Məsələn, burada belə deyə bilərik. C bölünsün D bərabərdir 8 bölünsün 12. 8 bölünsün 12. C bölünsün D bərabərdir, ixtisar veririk, nə qalır? 3-də 2 qalır. Düzdürmü? 3-də 2. Yəni, bunu belə də deyə bilərik. Və yaxud da əslində çarpaz vuranda o bərabərləşmir, amma belə formada deyə bilərik. Məsələn, gəlirik nəyə? Başqa bir nümunə deyək. Başqa bir nümunə göstərək. Məsələn, deyirəm ki, bunu sileyim. Deyirəm ki, B bölünsün 4 bərabərdir C bölünsün 5. Burada necə yazacağım bunu? B bölünsün C bərabərdir 4 bölünsün 5-ə. Bu formatda yaza bilərəm. Çünki onsuz da B-ni çarpaz vuranda 5B bölünsün 4C olacaq. Aydındır? Başqa cür nümunə olaraq, məsələn, deyə bilərik nəyi? Tutaq ki, misal göstər, A bölünsün B bərabərdir C bölünsün D. Bunu başqa cür necə yaza bilərəm? A üstəgəl B bölünsün B-yə bərabərdir C üstəgəl D bölünsün D-yə. Burada nəyə görə A üstəgəl B yazdıq? Bunu parçalasaq, A bölünsün B üstəgəl B bölünsün B bərabərdir C bölünsün D bərabərdir D bərabər yox. Üstəgəlinsin D bölünsün D. Düzdürmü? B-lər onsuz da gedir, bir-birini aparır. D-lər də bir-birini aparır. Yerində A bölünsün B, C bölünsün D, üstəgəl 1, üstəgəl 1. Yəni, formatında da göstərə bilərik. Yəni, H tərəfə vursaq, qısa olaraq desək, H tərəfə vursaq, onlar çarpaz vurulanda bərabər olmalıdır. Bura kimi problem yoxdur da, keçək növbətiyə. Yoxdur ki. İndi, gəldik nəyə? Mütənasib parçalara. Mütənasib parçalar nədir? Mütənasib parçalar o deməkdir ki, yəni birinin uzunluğu digərinin uzunluğuna nisbətləri bərabər olsun, belə deyək. Məsələn, AB bölünsün BC bərabərdir A1 B1 bölünsün B1 C1. Aydındır mı?
Yəni A1 ilə B1 C1-i vuranda A1 B1 ilə BC-ni çarpaz olaraq bir-birinə vurulmasına bərabər olacaq. Əgər B ilə B1 paraleldir, C ilə C1-ə. Belə də deyə bilər. Və yaxud da A1 ilə B1 və yaxud da A1 paraleldir B1 paraleldir C1 nümunəsi olaraq da götürə bilərik. Misal olaraq yəni belə deyək. Tutaq ki, verib x bölünsün 6 bərabərdir 5 bölünsün 9. 5 bölünsün 9. Bunu necə yaza bilərik? Yaza bilərik, məsələn, yaza bilərik, bir dənə də nümunə göstərək, y bərabərdir, y bölünsün 9 bərabərdir, bərabəri buradan silək, bərabərdir, 4 bölünsün 6, 4 bölünsün 6. Bunu belə yaza bilərik, x-i yaza bilərik ki, 30 bölünsün 9, niyə görə? Çarpaz vuranda 30 eləyəcək, bölünsün 9, bu 9-a bölürük. Y-i necə yaza bilərik? Y-i yaza bilərik 36 bölünsün 6 kimi, bu da bərabərdir 6. Yəni mənim burada x-ım nə oldu? 30 böl 9 oldu. İxtisar da gedə biləcək də. Y-im isə 6 oldu. Burada bir problem var mı? Yoxdur. İndi isə keçirik. Digər bir hissəmizə keçək. İtibacağın medianlarının xassəsi var. Təm bölənlərinin xassəsi. Bunları keçməyim hələ ki. Bu qarşılıq olmasın.